Özünüzü neçə vaxtdır xəstə hesab edirsiniz? 10 il olar hələ. 10 ildir. Ağrılarınız boyundan başladı. Boynumda, belimdə otura bilmirəm doktor. Arxa tərəfə heç vaxt belə gedə bilmirəm oturmağa. Ağrı olsa deyirsiniz, yaxşı. Ağzınızı açın. Aç, axıra qədər aç. 4. Xəstənin deməli həm çənə oynağında disfunksiya var, asimetrik hərəkət edir və xəstənin hətta uzun illər bu vəziyyətdə qalması ilə əlaqədar olaraq sifətində belə cüzi əyilmələr baş verib. Xəstənin gördüyünüz kimi, bax, düz ox düz deyil. Normalda ox dayanmalıdır belə. Burun xətti düz simmetrik aşağı getməlidir. Amma xəstə rahat vəziyyətdə olanda bir qədər sağa dönmüş vəziyyətdədir. Bundan başqa xəstənin qaşı sağ biraz aşağıdadır, sol yuxarıda bir neçə millimetrik fərq var. Çənə xətti hərəkət oxundan, orta oxdan sola doğru meyillidir və ən əsası həmin nahiyədən baxın. Ayaq pəncərə, xanım, tam rahat dayanın, ayaqlarınızı sıxmayın, tam rahat, sizə necə rahatdırsa tam, elə bilin yatmışsınız. Görürsünüz ayağın duruşunu, konfigurasiyası. Bir ayaq düzdür, bir ayaq çəp. Normalda isə hər iki pəncə 45 dərəcəlik bucaq altında belə simmetrik dayanmalıdır. Yavaşdan da ayağınızı itələyin, açmağa çalışın. Biraz bərk, nə qədər gücünüz var itələyin. Güc demək olar ki, yoxdur. İtələyin. Nə qədər gücünüz var itələyin. Elə budur? Hə. Xəstənin ayağının mənim bir barmağıma gücü çatmır. Yəni, ən güclü əzəllər ayaq əzəlləridir. Mənim barmağımı açmağa gücü çatmır. Normalda boyun fəqərələri lardoz olmalıdır. Yəni, bu fəqərələr içəri batmış vəziyyətdə olmalıdır. Yəni, bu belə bir təxmini yarım dairə vəziyyətində içəriyə batmış vəziyyət, önə doğru olmalıdır. Burada isə nəinki lardoz düzləşib, hətta kifoza çevrilir. Yəni, boyun fəqərələri arxaya qabarıb, arxaya qabarmış vəziyyətdədir. Bu vəziyyətdə boyun fəqərələrinin normal işləməsi və xəstənin ağrımaması mümkün deyil. Aşağıdan düz gəlir döş fəqərəsindən, sonuncu döş fəqərəsinə çatanda sağa doğru əyilir. Gördüyünüz kimi baş düz orta xəttdə deyil, sağa doğru əyilmiş vəziyyətdədir. Şikayətim dizlərimdəndir. Çox ağrıyır, bir də çanaqlar həddindən artıq. Neçə vaxt ağrıyırsınız? 6 ildir başlayan. Amma çanaqlarım ondan da qabaq. Gecə yatanda çox ağrıyır, səhər-səhər çox ağrıyır, yoxsa iş görəndə çox ağrıyır? Gecə yatanda dizlərim çox ağrıyır. Aha. Hə. İndi bu 2 gündür biraz oturmuşam deyə burada, bu çanağımdan səhərə kimi yata bilməmişəm. Xəstənin belində kəskin degenerativ proses var. Həm boyun fəqərlərində, həm bel fəqərlərində. Bel oma rentgen olunmayıb, ancaq bu çanaq olunub, bir də dizlər rentgen olunub və buradakı görüntülərə görə də kəskin deformasiyalar artıq başlanıb. Uzun illərdir bel fəqərləri burada yastılaşmış vəziyyətdədir. Deyəsən, yaxşı görünmür, kompresiyon çökmələrə belə oxşayır, bənzər əlamətləri var. Hal-hazırda xəstəyə lazım olan müayinələri yazdım. Xəstə boyun bel MRT olunmalıdır və bir neçə qan təhlilləri var, onlar yoxlanılmalıdır ki, baxılsın, xəstəyə məsləhət verilsin, nəyə eləmək olar, necə eləmək olar, bu barədə məlumat verilsin.